Əziz abituriyentlər və dəyərli izləyicilər, hər birinizi xoş gördük. Ümid edirəm ki, bu video universitetə hazırlaşan hər kəsə və imtahan verəcək bütün abituriyentlərə və şagirdlərə yaxşı bir motivasiya olacaq. Belə ki, bugünkü qonağımız Həlimə xanımdır. Həlimə abituriyent imtahanı verdiyi zaman buraxılış imtahanından 2025-ci ildə maksimal bal, yəni 300 bal toplayıbdır. Ona görə də Həliməni dəvət etmişik ki, öz təəssüratlarını, fikirlərini və tövsiyələrini sizlərlə bölüşsün və sizlərə də bir motivasiya olsun. Qısa bir qeyd nəzərinizə çatdırım ki, 2025-ci il buraxılış imtahanında Respublika üzrə 43 abituriyent maksimal bal, yəni buraxılış imtahanından 300 bal topladı. Onlardan ikisi Lənkəranlıdır və hər ikisi Cənub Hazırlıq Mərkəzinin dinləyicisidir. Biri Həlimədir, biri də Füzuli. İnşallah növbəti videolarda Füzulini də dəvət edəcək. O da öz sözlərini və tövsiyələrini sizlərlə bölüşər. İndi isə Həliməni dinləyək, görək onun uğur hekayəsinin arxasında hansı zəhmətlər var, hansı çətinliklər var. Sizlərlə bərabər dinləyək. Həlimə, ilk öncə xoş gəlmisən. Xoş gördük, sağ olun. Necəsən, yaxşısanmı? Bəli, yaxşıyam. Yaxşı ol. Həlimə, ilk öncə səni tanıyaq, özün haqqında qısa məlumat verə bilərsən, zəhmət olmasa? Bəli, mən Həlimə İbadzadə, Lənkəran rayonu Boladı kəndində yaşayıram. Boladı bir sayılı tam orta məktəbdə təhsil alıram. Eyni zamanda Cənub Hazırlıq Mərkəzinin dinləyicisiyim. İlk öncə təbrik edirəm, 43 nəfərdən birisən, möhtəşəm nəticədir, maksimum nəticə toplamısan. Səni, valideynlərin və müəllimlərin hər birini təbrik edirəm. Bloka hazırlıq necə gedir? Yaxşıdır. Yaxşıdır, uğurlar olsun. Və sən birinci qrupa hazırlaşırsan, düzdür? Tamam. Bu nəticəyə çatmaq üçün, yəni maksimal bal yığmaq üçün səni ən çox motivasiya edən nə oldu? Yəni nəyə borclusan bu yüksək nəticəni? Yəni hamımızın dərs oxumaqda bir məqsədi var. Bir məqsədə çatmaq üçün biz oxuyuruq və mənim də öz məqsədlərim, xəyallarım var. Mən də o xəyallara çatmaq üçün bu yolda bu qədər əziyyət çəkmişəm. Yəni hər dəfə xəyallarımı düşünərək dərs çalışmışam və bu uğura addımlamışam və bu uğurumu da həmçinin ilk növbədə valideynlərimə və müəllimlərimə borcluyam. Çünki bir uşağı bu yöndə yönləndirən ilk öncə onların valideynidir. Buna görə valideynlərimin yolu əvəzsizdir və müəllimlərim də çox böyük rol oynayıb bu uğurumda. Onlarsız bu uğuru əldə edə bilməzdim. Buradan həm valideynlərimə, həm də bütün müəllimlərimə təşəkkür edirəm. Biz də təşəkkürlə qoşuluruq, təşəkkür edirik. Bir də bir şey soruşum. İmtahan həyəcanı, yəni imtahan verdiyi zaman hər kəsdə olur, normal bir şeydir. Hətta imtahandan qabaq da olur, hazırlıq dönəmində də olur, imtahan vaxtı da. İmtahan zamanı, imtahana girdiyin zaman həyəcan falan oldu mu? Sualları gördüyün zaman bir tərəddüd keçirdinmi? Əslində imtahana girərkən həyəcan olmamışdı, amma imtahan qurtarmağa yaxın həyəcan gəldi. Çünki sualları çatdıra bilməyəcəyimi düşünmüşdüm. Amma çatdıra bildim. Yəni ondan sonra da həyəcanım keçdi. Sualları görəndə tərəddüdüm olmadı, çünki düşündüyümdən daha sadə düşmüşdü deyə tərəddüd keçirmədim və yazmağa başladım. Çox şükür. Hazırlığa, yəni planlı çalışmağa nə zaman başladın? Aşağı siniflərdəndir, planlı sabit olaraq dərs oxuyuram, yəni günlük dərslərimi oxuyuram, lakin xüsusi olaraq hazırlaşmağa 11-ci sinifdən başladım, çünki bu xüsusi bir ildir, yəni hamının bu bal yığması üçün. Son şansdır, belə deyək, son ildir, 11-ci sinifsiniz və son bir neçə ay qalır, düzdür? Bəli. Son bir ildə bütün gücümlə çalışdım. Amma bundan əvvəl də günlük olaraq dərslərimi yaxşı oxumuşam. Hazırlıq müddətində ən çox hansı vasitələrdən, vəsaitlərdən istifadə edirdin? Mən təbii ki, bütün şagirdlər kimi əsas hazırlıq vasitəsi DİM test topları olub. Onlardan əlavə Güvən nəşriyyatının test topları və qayda kitablarından istifadə etmişəm. Həmçinin dəyər nəşrlərinin də qayda kitablarından istifadə etmişəm. Gündəlik dərs çalışma planını qısa olaraq özətləyə bilərsən? Məsələn, dərs çalışma, gündəlik rutinin deyək, bir günlük rejim haqqında qısa məlumat verə bilərsənmi? Günlük dərs çalışma, mən bütün günü boş vaxtlarımda dərs oxumuşam. Yəni ki, bu əslində gündən günə dəyişən bir şeydir. Sabahki dərslərimin tapşırıqlarını hazırlamışam. Çox zaman vaxtım qalmayıb əlavə dərsə, amma əlavə dərs üçün də vaxt yaratmağa çalışmışam. Plan şəkildə qurmusanmı, cədvəl kimi qurmuşdun, yoxsa necə? Xeyr,
cədvəllə işləməmişəm. Aydın. Belə Həlimə xanım, biz uşaqlara sual vermişdik abituriyentlərə və şagirdlərə ki, suallarınızı ünvanlayın, çünki onlar da imtahana hazırlaşır və 300 ballı bir abituriyentin fikirləri, məsləhətləri onlar üçün önəmlidir. İndi onların sualını səndən soruşacağam, suallar veriblər və onları cavablayaq. Sadiq 1089 adlı abituriyent soruşur ki, neçənci qrupsan və dərs planını de zəhmət olmasa. Məncə məlumat verdin, qısa bir üzərindən keçək. Mən birinci qrupa hazırlaşıram. Dərs planım dediyim kimi sabit bir dərs planım olmayıb, cədvəl şəklində işləməmişəm. Sadəcə günlük dərslərimi oxumuşam və təkrara da önəm vermişəm. Bir şey soruşum, səhər məsələn yeməkdən qabaq mı tez durub oxuma və ya axşam gec saatlara qədər oxuma varmıdır səndə? Elə bir şey edirdin? Dərslərimi çatdırmayanda tezdən durub oxumuşam. Yəni mən gecə dərs oxumaqdansa səhər dərs oxumağa üstünlük vermişəm. Səhər 5-6 saatları, yəni beynin yaxşı işlədiyi vaxtlar olduğunu düşünürəm və mən bu vaxtlar yaxşı dərs oxumuşam, oxuya bilmişəm. Belə. Təşəkkür edirəm. Bir də Kəmalə xanım soruşur Sumqayıtdan, 10-cu sinifdir böyük ehtimal. Soruşur ki, 10-cu sinifin yay tətilini necə keçirməliyik? Məsələn, sən 10-cu sinifdə necə olmusan, bir tövsiyələrini versən? 10-cu sinifdə məncə yay tətilində əsasən istirahət eləmək lazımdır. Çünki 11-ci sinif onsuz da ağır bir yükdür. 9 ay boyunca dayanmadan çalışacaqsınız. Buna görə də 3 ay boyunca istirahət eləmənizi tövsiyə edərdim və eyni zamanda boş vaxtınız çox olduğu üçün əlavə dərslər də oxuya bilərsiniz təbii ki. Zəif nöqtələriniz üzərində çalışa bilərsiniz. Yaxud ingilis dilindən YouTube-da danışıq videolarına baxa bilərsiniz. Bu da sizin dinləmə bacarığınızı daha da artırar. Təşəkkür edirəm. Əlağa Quluzadə Sabirabaddan soruşur, elə ingilis dilindən bağlı soruşur. İngilis dili məsləhətləri necə öyrənirdin, necə yadda saxlayırdın, listening barədə falan yəqin ki soruşur. Ümumiyyətlə ingilis dilindən bağlı tövsiyələrini versən. Bəli. İngilis dilindən yaxşı yazmaq üçün ilk öncə söz bazası geniş olmalıdır. Bu da aşağı siniflərdən bunu eləməlisiniz ki, söz bazanız çox olsun. Və mən deyərdim ki, əgər ingilis dilini listening və readingləri səhvsiz yazmaq istəyirsinizsə, ingilis dilində videolara çox baxın. Çünki sadəcə qulaq asmaqla belə siz ingilis dili anlayışınızı genişləndirə bilərsiniz. Mən yay tətilində ingilis dilində YouTube-da ingiliscə videolara çox baxmışam. Bununla listeningim inkişaf edib. Readingə gəldikdə isə bir məlumat haqqında axtararkən və yaxud bir məqaləni oxuyarkən çalışın ki, ingiliscə bunu edin. Bu sizin readingi başa düşmə qabiliyyətinizi artıracaq və çox kömək edir, yəni tövsiyə edirəm. Aydındır, təşəkkürlər. Ümumiyyətlə listening önəmlidir, faydalıdır. Həm biz dinləmə etdiyimiz zaman söz bazamızı təkrar etmiş oluruq, yeni sözlər görürük, eşidirik. Onları da qeyd etdiyimiz zaman daha da inkişaf olur. Əlağa Quluzadə yəqin ki, aydın oldu. Azərbaycan dili mətnləri çətin olur adətən, uşaqlar abituriyentdə çətin çəkirlər. Mirəli Heydərlidir adı səhv etmirəmsə, soruşur ki, necə oldu ki, Azərbaycan dili mətnlərini 100%lik yazdım? Məncə burada xüsusi bir bacarı yoxdur. Sadəcə çox diqqətli olmaq və bir qədər məntiq işlətmək lazımdır. Və təbii ki, əvvəlcədən mütaliə etməlisiniz ki, söz bazanız genişlənsin, və mətni daha yaxşı başa düşəsiniz. Əgər başa düşsəz, onsuz da yazacaqsınız. Yəni, bu çox da çətin bir şey deyil. Özünüzü qorxutmamalısınız. Sadəcə bir sizə situasiya verilir və onun haqqında suallara cavab verirsiniz. Bu qədər. Bir də yəqin ki, bədii kitab oxuma məsələsi də önəmlidir burada. Söz bazamızın daha da aktiv olması üçün. Bəli. Oxuyurdunmu o şəkildə bədii kitablar falan? Bəli, mən uşaqdan bəri bədii kitab çox oxumuşam və bunu sevərək eləmişəm. Mirəli Heydərlinin sualını cavabladıq. Sahib Rüstəmov soruşur, Sahib Bakıdan soruşur, neçə saat dərs oxuyurdun gündəlik? Gündəlik 7-8 saat dərs oxuyurdum. Təbii ki, bu gündən asılı olaraq artıb azala da bilir, amma normal olaraq 7-8 saat. Təşəkkürlər. Lawyer 777 var, yəqin ki, hüquqşünas olmaq istəyir. Uğurlar inşallah. Belə bir sual soruşur. Hazırlıqdan evə gəldikdən sonra insan yorğun olur. Siz necə oxuyurdunuz hazırlıqdan gəldikdən sonra? Məncə yorğun şəkildə dərs oxumaqdansa, o dərsi oxumayıb səhərsi günə saxlamaq daha yaxşıdır. Mən heç vaxt dərsdən yorğun gəlib dərs oxumamışam.
həmişə istirahət edəndən sonra səhərsi günə saxlayıb təmiz beyinlə dərs eləməyə çalışmışam. Bu daha faydalı olur insan üçün. Yəni ki, oxuduğunu başa düşürsən və daha səmərəli şəkildə oxuya bilirsən. Aydındır, təşəkkürlər. Qazaxdan Nuray soruşur. Qazax əhlinə salam olsun. İngilis dili listening və readingləri necə səhvsiz yazmaq olduğunu soruşur. Məncə onu cavabladıq artıq. Tövsiyələrini verdin. Əlavə sualı var, onu soruşaq. Nuray soruşur. Riyaziyyatdan hansı kitabları istifadə edirdin? Riyaziyyatdan dediyim kimi DİM test toplarından və güvən test toplusu birinci qrupdan, birinci qrup olduğum üçün və Dəyər nəşriyyatının qayda kitabından istifadə etmişəm. Təşəkkür edirəm. Bakıdan Nihat soruşur. Eyni sualdır deyə bu sualı verməyəcəm. Bakıdan Nihat Qarabağ profilindən hansı kitablardan istifadə edirdiniz? Onu az öncə cavabladıq. Təşəkkür edirik bir daha. Nəzrin Qafarova soruşur. Nə etdiniz ki 300 bal topladınız? Maraqlı bir sual verib. Bunu nəyə borclusunuz? İlk öncə məqsədli olmalısınız. Yəni bunu başınıza qoymalısınız ki, mən bunu edə bilərəm və inanmalısınız buna. İkinci növbədə təbii ki, hər bir məqsədə çatmaq üçün dayanmadan əziyyət çəkməlisiniz, çalışmalısınız. Əgər iradəli və əzmkar olsaz, siz istədiyiniz hər şeyi bacara bilərsiniz. İnşallah. Özləm Şükürova soruşur, Bakıdan soruşur. Hazırlıqdan gəldikdən sonra dərsləri çatdırmaq baxımından vaxtı, saatı necə bölüşdürürdünüz? Dediyim kimi, mən hazırlıqdan gəldikdən sonra dərs oxumurdum. Sabahki günə saxlayırdım. Dərs saatlarını isə çalışırdım ki, hər bir dərsə eyni qədər vaxt ayırım. Çünki yəni hər bir dərs bizim üçün önəmlidir. Onsuz da bildiyimiz kimi buraxılış fənləri üçü də eyni qədər bal verir. Buna görə də yəni, heç vaxt birinə daha çox, birinə daha az vaxt ayırmamağa çalışıram. Eyni qədər oxuyurdum. Təşəkkürlər. Amma başqa izləyicilər varsa, məsələn, bir fənni zəifdirsə, ona yəqin daha çox vaxt ayırmaları tövsiyə olunur. Bəli. Düzdürmü? Təşəkkür edirəm. Rausun adlı bir profildir. Kurs yoxsa müəllim yanı deyə soruşur. Müsbət cəhətləri soruşur yəqin ki. Mən kursa üstünlük vermişəm. Çünki mən vaxt itkisinə və vaxt qənaətinə görə məncə kurs daha yaxşıdır. Həmçinin burada təhsil almaq üçün daha rahatdır. Yəni bir otaqda bütün dərslərini keçirsən, bu daha asan olur və daha çox gəlir götürə bilirsən. Aydındır, təşəkkür edirəm. Səfər Şirinov 46-36 soruşur. Dərs oxumağa həvəs olmayanda nə edirdiniz? Məncə dərs oxumağı bir həvəs şəklində yox, bir məsuliyyətimiz kimi onu görməliyik. Yəni onsuz da ki, yəni deyə bilmərik ki, hansısa bir şagird həvəsli olaraq dərs oxur. Biz hamımız bunu məsuliyyətimiz halına gətirməliyik. Amma deyərdim ki, əgər belə bir hal baş verirsə, bir qədər ara vermək lazımdır. İstirahət etdikdən sonra yenidən qayıtsaq, daha yaxşı oxuya bilərik. Aydındır, təşəkkürlər. Bir izləyici də sual soruşur, abituriyent soruşur. Sadəcə sualların sayı biraz çox olduğu üçün həmin belə deyək, abituriyentin bir qismi ikisini verəcəm. Deməli, 12-389 adlı profil sahibidir. Birini soruşaq, imtahanda etməməli olduğumuz səhvlər hansılardır? Hamımızın bildiyi kimi imtahanda edilən ən böyük səhv çox həyəcanlanmaqdır. Düzdür, bu bizdən asılı olmayan bir şeydir, amma biz buna hazırlaşıb daha az həyəcanlana bilərik. Çünki nə qədər həyəcanlı olsaz, o qədər az yazarsınız. Sonra sualları tələsik işləmək, sualları diqqətlə nəzərdən keçirin. Mən özümün də əvvəlki sınavlarda diqqət səhvlərim olub, amma buraxılışda olmadı. Diqqətli olmalısınız, sonradan təəssüflənəcəyiniz səhvlər eləməyin. Bir də soruşur ki, imtahanda işimizə yarayacaq 3 tövsiyən nə olardı? Əslində, az öncə dediyin şeylərdir, düzdürmü? Bəs fərqli bir fikrin varmı, əlavə fikrin varmı? İmtahanda, məsələn, imtahana hazırlaşırlar uşaqlar, abituriyentlər imtahan verəcək, blok imtahanı verəcəklər. Xüsusi tövsiyən nə olardı onlara? Özəlliklə nəyə diqqət etsinlər, necə çalışsınlar, son olaraq, nöqtə olaraq nə deyə bilərsən? İmtahana, onsuz da hal-hazırda imtahana az qalıb, təkrarlar eləməlisiniz. Hal-hazırda imtahan üçün ən önəmli şey təkrarlardır.
Təkrarlardan əlavə ən zəif nöqtələrin üzərində çalışın, onları düzəltməyə çalışın. Onsuz da bildiyinizi yazacaqsınız. Aydındır, təşəkkürlər. Bir də son sual yəqin ki, Bakı şəhərindən Sahib soruşur. İmtahanda vaxtda necə riayət etdiniz? 300 bal yığmaq üçün hansı amilləri əl atdınız? Onu danışdıq. İmtahanda vaxt necə böldünüz? Məsələn, orada müəyyən vaxt məsələsi vardı, düzdürmü? Necə böldünüz o vaxtı? Mən əvvəlcə asan bildiyim suallardan başladım. Mənim üçün ən rahat riyaziyyat olduğu üçün riyaziyyatdan başlayıb, sonra ingilis dili, sonra Azərbaycan dilini elədim. Əvvəl asan suallar, sonra çətin suallar. Təbii ki, Azərbaycan dili mətnlər biraz daha çox vaxt apardığı üçün onlara daha çox vaxt ayırdım. Bir də son olaraq soruşum Həlimə. Bloka hazırlaşırsan, imtahan nə zamandır? 1 iyunda. 1 iyunda. İnşallah imtahana necə gedir? Bloka hazırlıq, motivasiyanın, həvəsin inşallah yüksək səviyyədədir düşünürəm. Necə gedir? Necə hazırlaşırsan? Gündəlik necə çalışırsan blok üçün? Gündəlik biz kursda da təkrarlarına başlamışıq. Bütün 3 fənn üzrə hamısından təkrar gedirik və özümün də vaxtı qaldıqca əlavə testlər işləməyə çalışıram və demək istəyərdim ki, məncə təkrar eləməyin ən yaxşı yollarından biri köhnə illərin sınaqlarını, qəbullarını işləməkdir. Mən bunu buraxılış imtahanında da eləmişəm. Riyaziyyatdan köhnə sınaq imtahanlarını işləmək həqiqətən çox faydalıdır və blokda da bunu edirəm. İnşallah. İnşallah ki 400 bal yığarsan və 700 baldan sevdiklərini sevindirərsən. Və bir şey də soruşum, son bir dəqiqə qaldı, yeni bir sual çıxır. Universitet olaraq xəyalın, nə olmaq istəyirsən, o barədə qısa bir desən, hədəfin barədə? Mən informasiya təhlükəsizliyi ixtisasını istəyirəm. Bakı Aliyyət Məktəbində təhsil almaq istəyirəm. Çünki bu sahə mənə maraqlı gəlir və burada qabağa gedəcəyimi, uğur qazanacağımı düşünürəm. İnşallah. Həlimə, sənə bol-bol uğurlar arzulayıram. Çox sağ olun. İnşallah ki, blokda da ən yüksək nəticəni göstərərsən. 700 bal xəbərlərini də eşidək, onu da sevinək. Sənə gələcək həyatında uğurlar. Çox sağ olun. Sənin bu uğuruna görə öncəliklə səni, ən böyük əziyyət sənindir. Valideynlərini, sevdiklərini, müəllimlərini, həm orta məktəb, həm kurs müəllimlərini təbrik edirəm. İnşallah ki, yüksək nəticə ilə də irəlidə sevindirərsən hər kəsi. Hər hansı bir sözün, sualın varmı? Abituriyentlərə bir sözün varmı? Demək istəyərdim ki, özünüzə inanın, hər şey inamdan başlayır. Sizə uğurlar arzu edirəm. Təşəkkür edirik. Sağ olun. Əziz abituriyentlər, ümid edirəm ki, sizə bir motivasiya oldu, sizə bir ruh yüksəkliyi yaşatdı Həlimə, uğurlarını bölüşdü, hansı çətinliklər gördüyünü və bu böyük uğurun arxasında hansı zəhmətlərin olduğunu danışdı. İnanırıq ki, sizlərə böyük bir motivasiya oldu və siz də bu videodan sonra daha əzmlə çalışacaqsınız. Sadəcə qısa bir qeydir mən də sizə çatdırım ki, insan olaraq şifahi yadda saxlamaq bir şeyi, şifahi olaraq bir şeyi öyrənmək, yadda saxlamaq yazılara nisbətən daha çətindir, daha az yadda qalır, daha tez yaddan çıxır belə deyək. Yazılı önəmlidir. Siz məsələn bu videonu izlədiniz, yaxşı bir motivasiya oldunuz, amma 3-4 gün sonra bu yaddan çıxıb gedə bilər. Daha yaxşı bir hədəfinizə çatma yolu üçün deyək, daha yaxşı bir çalışmaq üçün yaxşı olar ki, bu videodan götürdüyünüz qeydləri, nəticə çıxartdığınız bir nəticəni bir qeyd kimi saxlayın özünüzdə, bir qeyd kimi yazın, hədəfinizi, planınızı yazın qısa formada. O sizin gözünüzün qarşısında olsun. 3-5 gün sonra bu videonu unutduğunuz zaman o kağız sizin gözünüzün qarşısında sizə hədəfinizi xatırlatsın. Nəyə görə çalışmaq lazım olduğunu sizə xatırlatsın. İnanıram ki, faydalı olacaq, amma bunu indi etsəniz. Çünki bir neçə gün sonra yaddan çıxacaq və əvvəlki vəziyyətə qayıda bilərsiniz. Çətin yoldur, abituriyent olmaq çətindir. Abituriyentin hər vaxtı, hər zamanı, hər dəqiqəsi qızıldır deyirlər. İnanıram ki, siz bu vaxtı yaxşı dəyərləndirəcəksiniz və istədiyiniz hədəfə ən yaxşı formada, ən xeyirli şəkildə çatacaqsınız. Və siz bunu bacararsınız, sadəcə özünüzə inanın, Həlimənin dediyi kimi özünüzə güvənin və bu yola çıxın. İnşallah ki, hər biriniz üçün xeyirli, uğurlu və faydalı bir gələcək arzu edirəm. Özünüzə yaxşı baxın, özünüzdən müğayət olun.